Gənclər salam, hər vaxtınız xeyir olsun. Mən Həcər müəllimə. Bugün sizlərə bugündən etibarən 9-cu sinif mövzularının izahını çəkib paylaşacağam. İzaha keçməzdən öncə onu qeyd edeyim ki, bundan əvvəlki siniflərin izahlarını paylaşanda, eləcə də bu dərsliyin izahını paylaşanda əsas nəzərə alacağım kütlə orta məktəb şagirdləridirlər və ondan sonra abituriyentlərdirlər. Canlı yayımlarına qatılanlar bilirlər ki, canlı yayımda abituriyent MİQ sertifikasiya səviyyəsində izah edirəm mövzuları. Amma bu dərslikləri izah edəndə orta məktəb şagirdləri də baxır. Buna görə də orta məktəb şagirdləri üçün lazımi olan məlumatlar əsasında sintez eləyirəm. Bəzi rəyləri oxuyuram, biri yazıb o gün ki, müəllimə üzündən oxuyursunuz, daha yaxşı izah eləyə bilərdiniz. Mən mövzuları üzündən oxumuram, kənardan göründüyü qədər bütün mövzulara hakiməm, Allaha şükür. Kitabın hər yerini, hər detalını, hər cümləsini bir çoxundan daha yaxşı bilirəm. Hətta bunu da bu şəkildə kobud da olsa qeyd edəcəm. Və ona görə də əziz izləyicilər, rəy yazanda bu cür qaydaları, etik normaları gözləməyinizi xahiş edirəm. Sözüm təbii ki, o bəzi rəy yazanlardılar. Və əgər bəyənmirsinizsə, kanalı izləmədən çıxardın. Bugün başlayıram məni izləyənlərə 9-cu sinif dərsliyinin başdan olan mövzularının izahını verməyə. Və 9-cu sinif artıq elə mövzulardılar ki, ümumbiologiyanın başlanğıcı buradadır. Buna görə də bu mövzuları izahını verərkən yuxarı sinif dərslikləri ilə əlaqələndirməyə çalışacağam. Birinci mövzumuz canlıların əsas həyati xassələridirlər. Canlı dediyimiz bütün canlılar üçün ortaq olan əlamətlərə malik olanlara deyirik. Məsələn, bütün canlılar üçün ortaq göstəricilər hansılardır? Bütün canlılar üçün ümumi olan bir neçə əlamət var. YouTube kanalımda bir neçə il öncə canlıların əsas həyat xüsusiyyətləri adlı video paylaşmışdım və orada canlıları ümumiləşdirən 20 dənə ortaq xüsusiyyət qeyd eləmişdim. Bu dərslikdə isə onun sadəcə 8-i qeyd olunub. Mən indi digərlərini də sizin üçün vurğulayacağam. Canlı və cansız təbiət bir-birindən atom səviyyəsində fərqlənmirlər. Çünki həm canlılar, həm cansızlar eyni növ kimyəvi elementlərin atomlarından təşkil olunublar. Bizim fərqimiz canlı olmağımız molekulyar səviyyədən başlayır. Fərqli, yəni molekulyar səviyyədən meydana çıxır. Canlılar bir sıra xüsusiyyətlərə görə oxşardılar. Bunlardan canlının əsas səciyyəvi xüsusiyyətləri kimi qeyd olunan birincisi kimyəvi tərkibin xüsusiyyətləri. Canlı və cansızların hamısında eyni kimyəvi elementlərə rast gəlinir və bütün canlı orqanizmlərdə 4 əsas kimyəvi element digərlərinə görə daha üstünlük təşkil edir. Bunlar oksigen, karbon, azot və hidrogen elementlərdirlər. Bu canlılar üçün ümumi olan, ortaq olan xüsusiyyətlərdən biridir. İkinci xüsusiyyət maddələr və enerji mübadiləsidir. Canlıların maddə mübadiləsi dedikdə qidalanma, qaz mübadiləsi və ifrazat kimi proseslər nəzərdə tutulur. Və bu maddələr mübadiləsi orqanizmlərdə həm üzüm maddələrin sintezi, assimilyasiya və yaxud da plastik mübadilə və üzüm maddələrin parçalanması, yəni dissimilyasiya və yaxud da energetik mübadilə kimi bu prosesləri əhatə edir. Yəni maddə mübadiləsi dedikdə assimilyasiya üstə gəlsin, dissimilyasiya proseslərinin ikisi də birlikdə nəzərdə tutulur. Üçüncü çoxalma, bəli, gənclər, çoxalma canlının əsas xüsusiyyətlərindən biridir. Çoxalma bütün canlılara xas olan xüsusiyyətdir və bəzi canlılar var ki, onlar seleksiya yolu ilə alınır, məsələn, qatır. Onun çoxalması bu artıq bir növ olmadığına görə çoxalmaya da bilər. Və bu seleksiya yolu ilə alınan canlıları biz bütün canlıların əsas xüsusiyyətlərinin göstəricisi kimi qələmə verə bilmərik. Çoxalma canlının özünü törətmə qabiliyyətidir və onun nəslinin kəsilməsinin qarşısını alır. Və bu isə canlının özünə oxşar nəsil törətməsi irsiyyət sayəsində mümkündür. Yəni, hər bir canlı özünə oxşar fərd törədir. Bu ilkin mərhələdə olmaya da bilər. Məsələn, dolayı inkişafı olan canlılarda ilkin mərhələdə özünə oxşamaya da bilər. Sonraki mərhələlərdə isə yenə də o özünə oxşar nəsil yaradır. Amma çoxalma zamanı canlı daima mühitin təsirinə məruz qaldığı üçün
onun oxşarlığı tamamilə eynisi olmur və bu müəyyən müxtəlifliklərlə nəzərə çarpır. Deməli, canlının özünə oxşar nəsil törətməsi çoxalmadır. Çoxalma zamanı mühitin təsiri nəticəsində həmin canlılarda bəzi xüsusiyyətlər, fərqliliklər nəzərə alınır ki, bunlara da dəyişkənlik deyirik. Amma bəzi canlılar var ki, onlar ayrı-ayrı növ olsalar da sərbəst çarpazlaşıb döllü nəsil verirlər. İrəliləyən mövzularda bu hissəyə toxunacağıq. Məsələn, növün kriterlərindən sizə fizioloji kriterini xatırladım. Orada sarı bülbüldən alacaqlərin, qovaqla söydüyün bəzi növləri çarpazlaşır və döllü nəsil verirlər. Dördüncü, böyümə və inkişaf. Əslində bunların ayrı-ayrı məna kəsb edən ifadələrdirlər. Böyümə dedikdə kütlə və ölçücü artmasıdır. İnkişaf isə onun yeni keyfiyyət dəyişkənlikləri yaratmasıdır. Məsələn, deyirsiniz ki, yaşa görə inkişaf, yəni onun fiziki, əqli inkişafı yaşa uyğun getməsi, böyümə isə orqanizmin kütlə və ölçülərinin dəyişməsini göstərir. Yəni, bütün canlılar müəyyən həddə qədər də olsa böyüyə bilirlər. Adətən heyvanlar məhdud, bitkilər qeyri-məhdud böyüyür, yəni bitkilər ömrü boyu böyüyür. Heyvanlardan da bir dənə öküz solitərdir ki, onun böyüməsi ömrü boyu davam edir. Bir dənə budur deyib, yəni bununla məhdudlaşdırmıram da, bizim bildiyimiz canlılardan bir dənəsi buydu. Hərəkət dedikdə materiyanın əsas xüsusiyyəti hərəkətdir. Fəzada canlının yerdəyişmə qabiliyyətidir. Hərəkətə görə canlıları aktiv və pasiv deyə bölürük. Və bəzi substrata yapışmış orqanizmlər var ki, onlar daha zəif hərəkət edirlər. Əksər bitkilər pasiv, bəzi bitkilər aktivdir. Məsələn, milçək tutan şey çiçəyi kimi bitkilər aktivdirlər. Əksər heyvanlar aktiv, çox az qism heyvanlar isə pasiv hərəkət edirlər. Qıcıqlanma canlının ən başlıca xüsusiyyəti olub, qıcığa qarşı verdiyi cavab reaksiyasıdır. Məsələn, amöb qidaya doğru hərəkət edir. Qida onun üçün bir qıcıqdır. Və yaxud da burada yaxşı olardı yazardı ki, şirin su amöbü. Şirin su amöbü duz kristalına qoyulmuş sahədən uzaqlaşır. Çünki onun yaşadığı mühit şirin sudur. Amma məsələn, dəniz sarkodinləri qoysaq, dəniz sarkodinləri duza tərəf hərəkət edəcəklər. Və yaxud da bitkilərin günəş işığına doğru hərəkət etməsi, məsələn, günə baxanı misal göstərək ki, günə baxdığına görə, günəş gedən tərəfə doğru döndüyünə görə adı günə baxandır. Bu onlarda qıcıqlanmanın göstəricisidir. Rütubətə qarşı bəziləri rütubətdən qaçır, bəziləri rütubətə doğru köklərini uzadırlar. Bu da qıcıqlanmadır. Yaşayış mühitinə görə uyğunlaşma, bu artıq canlılarda həyat tərzi ilə əlaqədar orqanizmlərin quruluşunda, funksiyasında və davranışlarında baş verən dəyişkənliklərdir. Hər bir canlı yaşadığı mühitə mütləq uyğunlaşmalıdır. Yəni, adaptasiya olmalıdır. Bunun adaptasiyası mümkün olmadığı halda canlının həmin mühitdə yaşaması mümkün deyil. Və dərslikdə verilən son olaraq tarix inkişaf xüsusiyyətidir ki, biz bunu təkamül adlandırırıq. Sadədə mürəkkəbə doğru gedən təkamül. Hər bir canlı tərəqqiyə doğru meyl eləyir. Lamarckın fikrinə görə, amma canlılar həqiqətən təkamül keçirdirlər, belə bir ifadə deyək. Və canlılarda təkamül onların genetik müxtəlifliyinin artması ilə müəyyən olunur. Məsələn, bakteriyalarda mutasiyalar çox zəif baş verdiyinə görə növ müxtəlifliyi azdır. Buna görə də onların inkişafı, təkamülü çox zəif gedir. Heyvanların hüceyrələri mutasiyaya sürətli meyilli olduğuna görə heyvan hüceyrələrinin mutasiyası nəticəsində ilk əvvəllərdə, həyatın ilk yarandığı dövrlərdən bəri onlarda genetik müxtəlifliyin artması ilə növ sayı digərlərinə görə daha çoxdur. Bu 8 dənə əsas xüsusiyyətdən başqa nəyə qeyd edə bilərik? Mən bir neçəsini buradan qeyd edeyim. Məsələn, yazıram 9-cu. Məncə bu elə ən birinci olmalıydı. Canlıların hüceyrəvi quruluşa malik olması. Bütün canlı hüceyrələr hüceyrəvi quruluşa malikdir. Bütün canlı orqanizmlər hüceyrəvi quruluşa maliklər. Mən bütün orqanizmlər demədim. Bütün orqanizmlər desəydim, burada virusları da nəzərə almış olurdum ki, onlar hüceyrəvi quruluşa malik deyirlər. Ona görə də bütün canlı orqanizmlər. 10-cu, bütün canlı hüceyrələrdə ribosom var.
Bütün canlıların hücrelərində deyək, məsələn, canlı hüceyrə olub da ribosomu olmayanlar var. Bütün canlıların hücrelərində ribosomlar var. Ribosom varsa, bütün canlı hücrelər özlərinə zulal sintez etməlidirlər. Hücrədə zulal sintezi dayanarsa, hüceyrə məhv olar. 12-ci, əgər zulal sintezidirsə, bu zulal sintez etmək üçün ona ATF enerjisi lazımdır. Deməli, bütün canlı hüceyrələr ATF enerjisi sintez edirlər. Hər hüceyrə özünə ATF enerjisini sintez edir. 13-cü, bütün canlı hüceyrələr, bütün canlılar glikoliz Glikoliz yolu ilə enerji əldə edirlər. Yəni, ATF enerjisini əldə etməyin ən qısa yolu glikolizdir. Canlı hidroliz, yəni oksigenli mübadilə keçirtməyə də bilər. Bəzi oksigensiz mühitdə yaşayan parazit orqanizmlər. Amma glikoliz bütün canlı orqanizmlərin ilk enerji əldə edə biləcəyi bir yoldur. 14-cü olsun, məsələn, plazmatik membran. Plazmatik membran bütün canlı hüceyrələr üçün oxşar xüsusiyyətdir. Yəni, hüceyrə plazmatik membran vasitəsilə alış-veriş etdiyinə görə, maddə mübadiləsi etdiyinə görə də, ona görə də plazmatik membran bir canlı hüceyrədə olmasa olmaz. Məsələn, amöbün özünü götürsə, şirin su amöbü, onun xarici qılafı yoxdur, amma daxili qılafı olan plazmatik membranı mütləq şəkildə vardır. Və bir neçəsini də saya bilərdim, sadəcə video müddəti uzanacaq. Tövsiyə edirəm ki, mənim YouTube kanalımda bir neçə il öncə çəkdiyim Canlıların Əsas Xüsusiyyəti adlı videonu izləyəsiniz. Canlıların quruluş səviyyələri, bayaqları qeyd etdik ki, canlılar bir-birlərindən müəyyən səviyyələrdə inkişafını bitirməsinə görə fərqlənirlər. Həmçinin onların quruluşu, ölçüləri, toxumaları olub-olmamasına görə bir-birindən fərqlənir. Məsələn, fəaliyyət bölməsində verilən A neyrondur. Neyron bir hüceyrədir. Neyron və pek hüceyrələr birləşib əmələ gətirir sinir toxumasını. Sinir toxumasından baş beyin deyə bir orqan yaranır və orqandan sonra orqanlar sistemi gəlir. Bu da olacaq, məsələn, sinir sistemi. Burada diqqət edəcəyiniz cümlə canlıların öyrənilməsi aşağıdakı quruluş səviyyələrində aparılır. Birinci quruluş səviyyəsi molekülər səviyyədir. Biz 7 səviyyədə öyrənəcəyik canlıların quruluşunu, öyrənilməsini. Qurulduğumuz səviyyələr 9, öyrənildiyimiz səviyyələr isə 7 səviyyədir. Birinci səviyyə, quruluş səviyyəsindən asılı olmayaraq bütün canlılar zülal, nuklein turşusu, polisaxaridlərdən və digər molekullardan təşkil olunub ki, bunlar canlının molekülər səviyyədə öyrənilməsidir. Məsələn, DNT bir molekuldur, DNT irsi məlumatın ötürülməsini həyata keçirilir hüceyrəvi quruluşlu orqanizmlərdə və bu da molekülər səviyyədə öyrənilir. Molekülər səviyyədə canlıların kimyəvi tərkibini və onların həyat fəaliyyətinin əsasında duran prosesləri öyrənən elm olacaq biokimya elmi. İkinci quruluş səviyyəsi olacaq hüceyrə. Hüceyrə canlının ən kiçik quruluş və inkişaf vahididir. Quruluş vahidi olduğunu Şvanla Şleyden demişdir. İnkişaf vahidi olduğunu isə Karl Baer demişdir. 20-ci əsrin əvvəlində məməlilərin yumurta hüceyrəsini kəşf etməklə. Məsələn, mitoz bölünmə, meyoz bölünmə, orqanoidlərin ikiləşməsi, yəni hüceyrənin daxilində gedən proseslər, onlar hüceyrə səviyyəsində öyrəniləcək və hüceyrə səviyyəsində öyrənən elmdə sitologiya elmidir. Üçüncü quruluş səviyyəsi olacaq toxuma orqan. Toxuma orqan dedikdə toxumalardan başlayaq. Mənşəcə eyni, oxşar quruluş və funksiya yerinə yetirən hüceyrə və hüceyrə arası maddəni mütləq qeyd eləməliyik ki, bunlar birlikdə əmələ gətirəcəklər toxumaları. Toxuma səviyyəsində canlıları öyrənir histologiya elmi. Histoloq alimlərdən Holgini tanıyırsınız. Holgi, Camilla Holgi. Holgi aparatını kəşf edib və öz adını da ona vermişdir. Toxumalar birləşərək orqanlar sistemi isə bir orqanizmi yaradacaq. Bitkilərdə 6 qrup, heyvanlarda 4 qrup toxuma vardır. Digər canlı aləmlərdə, göbələşlərdə, bakteriyalarda isə toxumaya rast gəlinmir. İndi deyə bilərsiniz ki, göbələşlər axı çox hüceyrəlidir, niyə onun toxuması yoxdur? Çünki hüceyrə arası maddəsi yox edir. Məsələn, deyər ürək, qaraciyər, mədə, mədaltı, bağırsaq, nə bilim bir barmaq falanqası olsun,
Hər hansı bir sümüyümüz olsun. Bunlar öyrənəcəklər toxuma orqan səviyyəsində öyrənir. Dördüncü səviyyə olacaq orqanizm səviyyəsi. Orqanlar sistemləri birləşdirərək əmələ gətirir orqanizmi. Məsələn, insan orqanizmi 10 dənə orqanlar sistemlərinin birləşməsindən yaranır. Və orqanizm səviyyəsi ayrı-ayrı fərdlərin quruluşu, həyat fəaliyyəti və xüsusiyyətlərini öyrənir. Məsələn, deyirəm ki, insan doğuldu, böyüdü, qocaldı, öldü. Bir fərdin həyat xüsusiyyətini öyrəniriksə, bu olacaq orqanizm səviyyəsi. Bəs orqanizm səviyyəsində hansı elm sahəsi öyrənir? Məsələn, insan orqanizmi isə anatomiya, gigiyena, psixologiya, fiziologiya, ayrı-ayrı elm sahələri insanı öyrənəcək. Beşinci olacaq populyasiya növ səviyyəsi. Eyni növün fərdlərinin cəmi və tarixən müəyyən bir ərazidə yaşayan fərdlər cəmi populyasiyalardır. Məsələn, biz evdə 4 nəfərik, bir dənə də pişiyimiz var. Mən deyə bilmərəm biz evdə 5 nəfərik. Biz evdə 4 nəfəriksə, eyni növün fərdlərindən təşkil olunan bir populyasiya. Populyasiyalar bizim sanki ailələrimizdir. Eyni növün fərdlərinin müəyyən müddət bir yerdə yaşaması cəmi adlanacaq populyasiyalar. Populyasiyalar bir-birindən qismən təcrid olunurlar. Məsələn, təcrid deyəndə onlar arasında maneələr olur. Və populyasiyalar təkamül vahididir. Yəni, dəyişkənliklər populyasiya səviyyəsində baş verir. Məsələn, burada bir pingvin populyasiyası təsvir olunmuşdur. 6-cı səviyyə öyrənəcək biocenotik səviyyə. Biocenoz da deyirlər buna. Bios, həyat, geos, yer, canlıların, müəyyən canlı qrupların, ayrı-ayrı populyasiyalarının eyni ərazidə məskunlaşması. Məsələn, bir meşə. Meşədə dahi hansı heyvan yoxdur ki, hansı bitki yoxdur, göbələk var, bakteriya var. Müxtəlif canlı aləmlərin, müxtəlif canlı növlərinin populyasiyaları müəyyən müddət və bunlar müvəqqəti olurlar əslində. Çünki bir meşə ömürlük deyil də, yəni bu suksesiyalar deyirik buna, bir-birlərini əvəz eləyə bilirlər. Və bu meşədə olan canlılar arasında da müəyyən qarşılıqlı əlaqələr var. Amensializm, konvensializm, neytralizm, mutualizm, parazitizm, yırtıcı, şikar və s. Müəyyən qarşılıqlı əlaqələr vardır ki, bunlar da biocenotik səviyyədə öyrənilir. Bəs biocenozları öyrənən elm nə olur? Məsələn, birincisini ekologiya deyirik. Ekologiya canlıların həm bir-biri ilə, həm də ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir ki, buna görə də ekologiya səviyyəsinə aid edə bilərik. Və 7-ci ən böyük səviyyəmiz olacaq biosfer. Bütün biocenozlar, biocenoz məsələn mən meşə yazdım, olsun şirin su. Şirin su, bir bataqlıq. Hər birinin ayrı-ayrı canlı qrupları var. Bir səhra, səhra populyasiyaları var, heyvanları var. Bir okean olsun, tuzlu su olsun. Bunlar hər biri ayrı-ayrı biocenozlardır. Bunlar birləşəndə istər atmosferdə, istər hidrosferdə, istər litosferdə olan bütün biocenozların cəmi biosfer əmələ gətirir. Bios canlı, sfera kürə deməkdir. Yəni bütün canlıların əhatə etdiyi kürə. Və biosferdə maddələr dövranı və enerji çevrilmələri öyrənir. Maddə dövranı dedikdə qapalı dövr edir, qapalı. Enerji çevrilmələri isə açıq dövr edir. Yəni yerlə günəş arasındadır, amma maddə dövranı sırf orqanizmin daxilində dövr etdiyinə görə bu olacaq qapalı dövr edir və ən böyük səviyyədir. Burada tapşırıqlardan demək ikinciyə toxunmaq istəyirəm. Həyatın ən ali quruluş səviyyəsidir. Bayaqlar qeyd etdik ki, biosfer ən ali quruluş səviyyəsidir. Orqanizmin həyat fəaliyyətinin sinir humorası. Söhbət bir orqanizmdən gedirsə adı üzərində. Orqanizm səviyyəsidir. Sitoplazmanın hərəkəti müşahidə olunur. Sitoplazma nəyin içərisində idi? Hüceyrənin içərisində. Deməli, sitoplazma hüceyrə səviyyəsində öyrənilir. İrsi məlumatın ötürülməsi dedikdə bu DNT-dir. DNT hüceyrədə nə şəklindədir? Molekul şəklindədir. Deməli, molekulyar səviyyədir. Şimal marallarının, şimal marallar dedikdə şimalda yaşayan bir qrup maral populyasiyası nəzərdə tutulur. Və çoxlu fərdlərin təşkil olunduğunu görürsünüzsə çoxlu fərdlərdən. Demək ki, bu bir populyasiyadır.
Nüvənin bölünməsi. Nüvə nəyin içərisində idi? Hüceyrə. Deməli, nüvənin bölünməsi hüceyrə səviyyəsində öyrənilir. Yazda alma ağaclarının bir qrupu alma ağacı var və bunlar çiçəkləyir. O alma ağaclarının həyat fəaliyyəti göstərdi, çiçəkləməsi. Deməli, bu olacaq populyasiyanın. Çünki çoxlu alma ağacı var idi burada. Bir dənə alma ağacı desəydi orqanizm olacaqdı. Zülalların quruluşu və funksiyaları zülal hüceyrədə nə şəklindədir? Molekul. Deməli, zülalların quruluş və funksiyaları da öyrənəcək. Molekulyar səviyyədə qaraciyərin öd ifraz etməsi, qaraciyər nədir? Bir orqandır. Orqanın öd ifraz etməsi toxuma orqan səviyyəsində öyrəniləcək. Mən burada biogeosemantik səviyyəyə aid olan heç bir bənd görmədim. Çünki biogeosenozlar müxtəlif canlı qrupların bir yerdə yaşamasıdır. Məsələn, bir meşə. Bu verilən bəndlərin içərisində buna uyğun olanı yox idi. Bir də üçüncü tapşırığa baxmaq istəyirəm. Bu da aşağıdan üzü yuxarıya doğru çıxmağımızı istəyir. Deməli, bizim birinci səviyyəmiz molekulyar səviyyə idi. Bu da 2 olacaq. Hüceyrənin tərkibinə daxil olan zülal və karbohidratlar molekuldur. Molekuldan sonra gələcək hüceyrə. Məsələn, neyron bir hüceyrədir. Toxuma gələcək. Vəzili epitel toxumadır. Orqan gələcək, ürək orqandır. Sonra gələcək toxuma orqandan sonra gələcək, deməli, insan orqanizmi, orqanizm səviyyəsidir və ən sonunda da olacaq dərrakəli insan. Bu da ən yüksək səviyyə olaraq qeyd olunacaq. Digər bölməyə də keçid edim, üzü maddələrə qədər gələcəm hüceyrənin kimyəvi tərkibindən. Dedik ki, canlı ilə cansız arasında atom səviyyəsində fərq yoxdur. Fərq demək molekul səviyyəsindən meydana çıxır. Mendeleyevin dövrü sistemində olan 118 elementdən 80-i hüceyrədə rast gəlinir. Bu 80 dənə elementi biz bölürük. 27-sinin funksiyası öyrənilib, 53 dənəsinin funksiyası müəyyən edilməyib hələ ki. Bu 27 dənə də böləcəyik. 12 dənəsi makroelementdir, 15 dənəsi də mikroelementlər bölünəcək. Bəs makro-mikro elementlər nədir? Hüceyrədə kütlə payı 0-dan 1000-də 1-dən çox olanlara makroelementlər, 1000-də 1 və milyonda 1-ə qədər olan elementlərə isə mikroelementlər deyilir. Bu fəaliyyət bölməsində verilən cədvələ nəzər atmağınızı istəyirəm. Hüceyrədə o karbon, hidrogen, oksigen, azot. Sırf bu 4 dənəsinin kütləsi ilə 98% təşkil edir. Bayaqlarda qeyd etdiyim ki, bu 4 dənə element bütün canlı hüceyrələrdə rast gəlinir və bu canlıların əsas xüsusiyyətlərindən biridir. Bunların içərisində kütlə payına görə ən çox olan makro element, bax bura qədər makro elementdir arkadaşlar. Kütlə payı ən çox olan, ən çox kütlə payı olan oksigendir. Hidrogen mol miqdarı ən çox olan makroelementdir. Dəmirlə bitir. Dəmir kütlə payı ən az makroelementdir. Digərlərinin ardıcıllığını bilməsəniz də olar. Əsas bu 4 dənəsini bilin. Oksigen kütlə payı ən çoxdur. Hidrogenin mol miqdarı ən çoxdur. Dəmir makroelementdir, amma dəmirin kütlə payı ən az makroelementdir. Aşağıda verilənlər isə mikroelementlərdirlər ki, bunların içərisində sink ən çox kütlə payı olan mikroelementdir. Digərlərini, məsələn, mis, yod, flor, yodla flor bir-birinə bərabərdir. Mis isə onlardan bir qədər çox idi. Makroelementlər hansılardır? Kimyadan bunu yaxşı bilirsiniz uşaqlar. Yəni, bu başladığımız bölmə biokimyadır. Oksigen, karbon, hidrogen, azot, fosfor, kalium, kükürt, xlor, kalsium, magnezium, natrium və dəmir. Saysaz bunları 12 dənə burada kimyəvi element var idi. Məsələn, magnezium deyir xlorofilin tərkibində var. Bir də bunu bilməm hansı canlı yayımda demişdim. Sonra yazdılar ki, onu hardan öyrənmirsən? Heç yandan öyrənmirəm, gənclər. Terminoloji testlər var. Dimin testlərinin içərisində. Terminin özündən oxuyun. Xlorofil. Xloru fileoda sevirəm. Xloru sevir deməkdir. Deməli, xlorofilin tərkibində magneziumu gördüm. Adı nədir bunun? Xlorofil. Deməli, xlor var içərisində. Və bir də xlorofil magneziumun strukturunda olsa da öz funksiyasını yerinə yetirə bilməsi üçün dəmir elementinə ehtiyacı var. Deməli, bir də xlorofildə dəmirə rast gələ bilərəm.
Dəmir hemoqlobinin strukturunda var. Elə bunun hem hissəsi dəmir, qlobin hissəsi də zülal idi. Və buradan da yenə də xatırlatma eləyim sizə, hemoqlobin 4 zəncirli zülaldır. Ona görə də onun sintezindən en çıxılsın 4 qədər su əmələ gələcək. Kalsium və fosfor sümük toxumasının hüceyrə arası maddəsinin yaranmasında. Kalsium və fosfor hüceyrədə depolanarsa, hüceyrədə daşlaşma gedər və onun belə deyək də, mühitində, strukturunda dəyişikliklər olar. Onda kimyəvi reaksiyaların pozulmasına səbəb olar. Kalsium və fosfor sümüklərdə depolayan hormonumuz hansı idi? Qalxına bənzər vəzin kalsitonin hormonu. Kalsium və fosforu sümükdən qoparıb qana verən hormon isə qalxına bənzər ətraf vəzinin parat hormonu idi ki, bu da sutkalıq 700 mg kalsiumu normal əzələ fəaliyyətini icra etməsi üçün sümükdən qopardırdı. Və indi hal-hazırda hava sərindir, bir çoxumuzda revmatizma olur. O kalsiumu çox qopardanda bizdə revmatizma yaranır. Bundan başqa kalsium həm də qanın laxtalanmasında iştirak edir. Kalsiumdan əlavə K vitamini də deyə bilərsiniz qanın laxtalanmasında iştirak edir. Bunlar makrodlar. Sink, mis, flor, kobalt, selen kimi isə mikroelementlərdirlər. Mikroelementlər də deyir az olsa da, amma hüceyrədə mühüm rol oynayırlar maddə mübadiləsində. Məsələn, sink, mədə-altı vəzin hormonu insulinin tərkibinə daxildir. Əgər bunun tərkibində bir qeyri-zülali hissə varsa, onda insulin də 4-cü quruluşda olan zülaldır. Çünki 3-cü quruluşda olanların tərkibində qeyri-zülali hissə olmur. Yod isə maddələr mübadiləsinin böyüməni tənzimləyən qalxana bənzər vəzin tiroksin hormonunun, həm də triyod, trionin hormonunun tərkibində var. Görürsünüz, adında var. Triyod, yəni 3 dənə yod olan. Tiroksində 4 dənə yod elementi var. Triyod, trionində 3 dənə yod elementi var idi. Həmçinin deyir ki, kimyəvi elementlər hüceyrədə ionlar və yaxud da maddələr şəklində orqanizm qurulmasında iştirak edir. Zülalların, yağların, karbohidratların hər üçünün də ortaq elementi karbon, hidrogen, oksigendir. Bir dənə zülallarda bundan əlavə azot, kükürt, azot mütləq var zülalların tərkibində. Maqnezium, dəmir, yod elementlərinə də rast gəlmək olar. Su və natrium xlorid kimi qeyri-üzvi maddələr həm canlı, həm cansızda rast gəlinir. Gəlin indi buradan baxaq, bəzi canlılar tərkibində müəyyən kimyəvi elementlər toplayırlar ki, bunlar da həmin mühit şəraitin indikatoru rolunu oynayırlar. Məsələn, şüalılar tərkibində toplayır kalsiumdan strosium. Kalsium, stronsium, şüalı, hamısı ş-sı. Kök ayaqlılar, kök idi ayağı, barium, bir də kalsium. Asidlər xordallar tipinin, sürfəsi xordallar yarım tipinə aid idi. Bunun tərkibində vanadium elementidir. Yosunlarda yod elementi toplanır. Bunu laminariyadan bilirsiniz ki, yodu laminariyadan alırdıq. Qaymaq çiçəyində litium elementi toplanır. Su gülündə isə radium elementi, radist, məsələn, suda özünü yaxşı hiss edir, radium elementidir. Bir də qaymaq çiçəyi litium qələvi metaldır, qaymaq kimi kəsilir. Əslində kəsilmir, ha. Yəni, qələvi metallar biraz yumuşaq olurlar bildiyim qədərilə. Kimya müəllimi deyil, amma yəni bildiyimi deyirəm. Litium onlara görə daha sərtdir, düz bilirəmsə. Sadəcə yadda qalmağınız üçün dediyim bir uyğunlaşmaydı. Bu şəkli öyrənməyə məsləhət görmürəm açığı, çünki düşünürəm ki, burada müəyyən səhvliklər var. Bu hansı elementin çatışmazlığı, hansı nəticəyə səbəb olur. Ona görə məsələn, mən özüm bu şəkli keçmirəm, nə də öyrənməyə məsləhət görmürəm. Və hüceyrənin qeyri-üzvi birləşmələri dedikdə, hüceyrədə olan qeyri-üzvi birləşmələr su və duzdur. Başqa nə olasıdır ki? Su hüceyrənin tərkibində ən çox olan maddədir. Orqanizmin 2/3 sudur. Hüceyrənin isə diaqram üzərindən baxsaz, su 70-80%-ni təşkil edir. Duzlar isə 1,5%-ni təşkil edir. Bunların ikisi də mənim üçün qeyri-üzvi maddədirlər. Ona görə hüceyrədə qeyri-üzvi maddələrin minimum miqdarı deyəndə 70-lə 1-i götürürəm, eləyir 71. Hüceyrədə qeyri-üzvi maddələrin maksimum miqdarı deyəndə 80 su,
1,5 duz da götürəndə 81,5%-də qeyri-üzvü maddənin maksimum miqdarı edir. Və əgər qeyri-üzvü maddə maksimumdursa, deməli üzvü maddə minimumdur. Və yaxud da qeyri-üzvü maddə minimumdursa, deməli üzvü maddə maksimumdur ki, bu da 18,5 və yaxud da 29% olur. Həmçinin su müxtəlif toxumaların hüceyrələrində miqdarı fərqlidirlər. Hüceyrənin tipindən və funksiyasından asılı olaraq suyun miqdarı dəyişir. Sümük toxumasının 20%, baş beynin 85%, 8-ci sinifdən keçmişdir. Qaraciyərin 70%, əzələnin 75%, piy toxumasının 20% sudur. Bəs su orqanizmdə hansı rol oynayır? Su hüceyrənin həcmini müəyyən edir, yəni turqoru. Hüceyrəyə möhkəmlik verir. Bu bir funksiyası. Kimyəvi reaksiyaların gedişi üçün mühitdir, yəni suda həll olur deyə. Su həmçinin proseslərin gedişində iştirak edir və mühitin sabit qalması. Ümumiyyətlə, orqanizmin daxili mühitinin sabitliyi su və duzun miqdarından asılıdır. Yəni o balans taraz olmalıdır. Hüceyrədə suda həll olmasına görə maddələri iki qrupa bölürük. Hidrofillər, bir də hidrofoblar. Hidor, su, fileo sevirəm. Hidor, su, fobos, qorxu. Suda həll olanlara hidrofil, suda həll olmayanlara hidrofoblar deyirlər. Maddənin hidrofil və ya hidrofob olması həmin maddə molekullarının su ionları ilə hidrogen rabitəsi yaratmasından asılıdır. Məsələn, hidrofillər dediyimiz sadə üzvü birləşmələrdirlər. Sadə duzlardılar, sadə karbohidratlardılar. Hidrofoblara isə bütün yağlar, heç bir yağ hidrofil deyil, mürəkkəb karbohidratlar, bəzi zulallar, mürəkkəb duzlara aiddir. Bayaqlar dediyim o 700 mg kalsium hissəsi sizə maraqsız olan hissədə verilib. Bunun adını qoymuşam artıq maraqsız yer. Çünki heç kimin marağını çəkmir. Canlılarda deyil 4 əsas elementdən başqa kalsiumun da rolu böyükdür. Sutqa ərzində sümük toxumasından 700 mg kalsium çıxarılır. Yəni bunu çıxaran parat hormondur. Parat hormon. Və yenidən bir o qədər də toplanır. Sümük toxumasından çıxarılan kalsium gəlir əzələlərimizin fəaliyyətini müəyyən edir. Məsələn, atmosfer təzyiqi aşağı düşəndə orqanizm öz müvazinətini saxlamaq üçün kalsiuma ehtiyacı daha çox olur. Buna görə də 700 mg-dan daha çox kalsiumu qopardır parat hormon. Nəticədə deyirsiniz, məsələn, 760 mm civə sütunu deyildi. Tutaq ki, nəmişlik olanda, soyuq olanda, yağış yağanda, onda o Şaban kinosunda var ya, sümüklər sızıldayır. Yəni kimin revmatizması varsa, onların sümüklərində ağrı müşahidə olunur ki, bu da hava soyuduğuna görə bədən müvazinətini saxlamaq üçün daha çox kalsiuma ehtiyacı yaranır və daha çox kalsium qopardır. Sümükdən qopardığına görə sümüklərimiz sızıldayır. Baxın, dağ rayonlarında yaşayan insanların bir çoxsunda revmatizma var və revmatizması olanların əksəriyyətində böyrəklərində duz və yaxud da daşa rast gəlinir. Çünki buradan qopan kalsium gedir böyrəklərdə süzür və böyrək daşları yaradır. Yəni bizim yediyimiz natrium xlor, xörək duzu, böyrəyimizdə əmələ gələn duzla, daşla heç bir əlaqəsi yoxdur. Böyrəyimizdə əmələ gələn kalsium oksalat, kalsium fosfatdır. Amma yediyimizdə natrium xlordur. Yəni bunun bir-birindən əlaqəsi yoxdur. O yanlış ifadədir ki, duz yemə böyrəyində daş əmələ gələr. Həkimlər o dəqiqədə yazacaqlar, öldürəcəklər məni. Mineral duzlar, demək, mineral duzlara aiddir. Bunlar ionlar və yaxud da kationlar şəklində, ionlar daha doğrusu kationlar və yaxud da anionlar şəklində olan mineral birləşmələrdirlər. Və bunlardan məsələn deyir ki, kalsium toplanır. Əncirin, beqonyanın, soğanın mikroskopla baxanda burada həll olmayan kalsium duzlarını görürük. Bayaqlar dedim, o yosunlarda yod, su günündə radium, eləcə də bunlarda kalsiumun toplanması 11-ci sinif ekologiya biosfer bölməsindən canlı maddənin biosferdəki qatılaşma funksiyasına aiddir. Yəni bunlar özlərində kalsium depo oluyorlar. Həmçinin duzlar orqanizmində
Məsələn, natrium və kalium klorid duzları sinir toxumasında elektrik impulsu ötürülməsində və əzələ toxumalarının yığılmasında iştirak edirlər. Həmçinin bunlar orqanizmin daxili mühitinin sabitliyini də təmin edirlər. Hüceyrənin qeyri-üzvü tərkibi haqqında sizə çatdırmaq istədiklərim bu qədər. Növbəti dərslərimizdə hüceyrənin üzvü tərkibindən danışacağıq. Sağ olun, sağlıqla qalın.